Bu qədər şəhid vermişik, Allah rəhmət eləsin hamısını. Azərbaycana bir belə çönün, dörd tərəfə baxın. Doğma Azərbaycanımızın dörd tərəfində şəhid var. Dörd tərəfi yasla bürünüb. Necə ağlamayım mən o əzizlərim üçün? Ağlamayım mı? Gülüm mü? Sadəcə qan verməklə mən o şəhidin haqqını qoruyacağım mı? Yoxsa mən onu öldürən düşmənin zalimliyini ifşa etməliyəm? Mən gələcəkdə deməliyəm ki, bax burada öldürülən bu igid qəhrəman şəhid əmilərin sənin bala. Onun düşməni var, zalimi var. Mən haqqını belə müdafiə eləməliyəm. İmam Hüseyin Allah həmin cür. Həmin cür. Sən insanın əzizini öldürəsən, sonra da onu ağladığı üçün qınayasan. Peyğəmbərin öpdüyü boğazdan gələsən, susuz kəsəsən və buna bir imanlı insanın ağlamasını qınayasan. Olmaz. Əlbəttə ağlayacağım. Ömrüm durduqca ağlayacağım.